Buyurun, bu sizin invoisunuzdur. Banka yaxınlaşıb ödəniş edirsiniz. Ödənişdən sonra yaxınlaşırsınız, müqavilənizi bağlayırıq. 3 ay ərzində də avtomobil sizə təhvil verəcək. Çox sağ olun, minnətdaram sizə. Sağ olun. Epiaktan çağırıram mən səni. Baxmısan, nə işin var? Sonra olsun da məhəbbət. Nə gəlsən sən burada, ha? Hə, məhəbbət. Qıca deyim də, şok xəbər. Amerikadan maşın sifariş eləmişəm. Gəldim Amislayın bax ki, bunların vasitəsini gətirdim. Bizə də bombalar qısqadılar. Bir dəqiqədən belə şeydə tələsmək olmaz. Bilirsən nə qədər maşınlar çıxıb yalanla maşın gətirirəm adından deyirlər, get türü maşın gətirirlər. Gəl nə bilim bir maşını 15 milyara satırlar. Var çox deyirlər. Elə mən sənə bir dənə yer deyil, get rahat orada sən o maşın gətirmə məsələni həll elə. Bax, həm ucuz, sığortalı, ondan sonra vaxtı-vaxtına təhvil, bir də heç demə 5 manat 3 manat satmayanda narahat olma. Özləri əlavə qoyurlar sənin əvəzinə pulu, gələndə qaytarsan. Elə bir harda var elə ki? Harda var? Bir dənə deyə bilərsən. Ay sağ ol. Gedə göstərim mənə mənə çağır. Həcə də göstər. Sizdən 20'lik ver sonra ona da bu da iş görür. Geç oğlan sən. Olar 2 dənə də onu qoy. Sonra getsən. Deyə bura da Amex Line. Getə burada. Yəni deməsəm sən düz ünvandasan da. Bunlar da cəməli maşın gətiriblər amma etibarına. Mən özüm buranı bilirəm. Sən mənə deyəcək başqa yer var. Ay sərfəldir. Aynen belədir. Deməli sən indicə əl sıxdın gedib başqa şirkətdən danışmaqsan. Yekə oğlasına, yalanla sinəmi şirkətlənir. Adam da gərək vicdan yüz olsun. Oy, başqa geçsən də deyəcəm sən ki başqa şirkətdən müqavilə Ay, ayıbdır, məhəbbət, ayıbdır. Yaxşı, bir dənə 20'lik verirsə olmasa şey eləyim. Sən nətən şərböhtansına haldan. Şərböhtan, niyə bu cür şirkət göstərdin? Xeyirli olsun, xeyirli olsun.